Salam dostlar, hər vaxtınız xeyir olsun. Milli Məclisin iclasında toxumçuluq haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc deyib. Nə üçün uşaqlığımızın alması, pomidoru, qarpızı, yemişi, kartofu, soğanı əvvəlki dadını vermir? O vaxt Azərbaycanın hər bölgəsi öz məhsulu ilə tanınırdı. Qubanın alması, Göyçayın Gülöyşən arı, Lənkəranın çayı, Gədəbəyin ağçiçək kartofu, Şəkinin tütünü, Zaqatalanın fındığı, Muğanın taxılı, Sabirabadın bostan məhsulları, uzun illər aparılan seleksiya işlərinin, yerli genetik ehtiyatların qorunmasının və elmi toxumçuluğun nəticəsidir. Zahid Oruc bildirib ki, onlar dadına, ətrinə, qidalılıq dəyərinə görə yerli iqlimə uyğunluğuna, xəstəliklərə davamlılığına görə seçilirdi. Təsadüfi deyil ki, 20-ci əsrin 80-ci illərində Göyçay narının tingləri ilə ABŞ-da plantasiyalar salınırdı. Nə üçün uşaqlığımızın alması, pomidoru, qarpızı, yemişi, kartofu, soğanı əvvəlki dadını vermir? Yüksək məhsuldarlıq naminə keyfiyyətli və milli sortların geni fondunu itiririk. Hibrid sortlar daha çox məhsuldardır, daşınmaya davamlıdır. Eyni ölçüdə yetişir, uzun müddət xarab olmur. İri ticarət şəbəkələrinin tələbinə uyğun gəlir. Və s. Zahid Oruc daha sonra qeyd edib ki, yeni qəbul olunacaq toxumçuluq haqqında qanunda bütün bunlar nəzərə alınmalıdır. Bunlar çox yaxşıdır. Yəni Zahid Oruc da çox düzgün qeyd edib. Təbii ki, bu məsələ xeyli gecikdirilib. Yəni artıq neçə illərdir ki, Azərbaycanda elə bir şərait yaranıb ki, nə tərəvəzlərin, nə meyvələrin yəni əvvəlki dadı yoxdur. Əvvəlki dadı yoxdur deyirik, amma ümumiyyətlə elə meyvələr, gilə meyvələr var, ümumiyyətlə dadını itiriblər. Məsələn, mən sizə deyə bilərəm ki, çiyələk məhsulunda mən artıq son 5 ildə heç bir dad hiss eləmirəm və onu yemirəm. Qarpızlar necə olub? Məsələn, indi qarpızı alırsan, qarpızın o içərisindəki yeməli hissəsi də elə bir ki, kartof kimi bərkdir. Şirinlik var, amma şirinlik sanki süni şirinlikdir. Eyni şey pomidor haqqında da demək olar. Pomidorlar da cürbəcür olub. Yəni elə pomidorlar var, içərisi ağac kimidir. Dadı yoxdur. Badımcanlar probka kimidir. Nə bilim, ümumiyyətlə götürəndə bütün məhsulların keyfiyyəti yoxdur. Hal-hazırda biz pulumuzu demək olar ki, meyvə tərəvəz adına zirzibilə veririk. Zahid Oruc qeyd edir ki, bunlar güya ki, bu məhsulların bu cür yetişdirilməsi, hibrid məhsulların, qımo tərkibli məhsulların yetişdirilməsi güya bazarda bolluq yaradır. Onların ölçüləri eynidir, daşıması asandır, nə bilim nə. Amma gəlin görək, bu bolluq özünü nədə göstərir? Əgər bolluq varsa, ucuzluq olmalıdır. Bir şey bol olanda, bir məhsul bol olanda onun qiyməti istər-istəməz ucuzlaşır. Ancaq bizdə bu məhsullar həm getdikcə, həm də keyfiyyətini itirdikcə, eyni zamanda həm də bahalaşırlar. Məsələn, bu illəri mən 4 manatdan ucuz çiyələk görmədim. Gilasın kilosu marketlərdə 9-10 manatdır. Küçələrdə yenə 6-7 manata rast gəlmək olur. Halbuki keçən il 3 manatdan baha olmurdu. Qarpız bu illəri 85-90 qəpikdən aşağı düşmür. Kartof, soğan da bahadır. Kartofun kilosu son vaxtlar, son bir həftədə 80 qəpiyə, 85 qəpiyə düşüb. Amma ondan qabaq biz onu 1 manat 40 qəpiyə alırdıq, 1 manat 50 qəpiyə alırdıq. Soğan da bahadır. Hazırda 80 qəpiyə satılır marketlərdə. Amma bir müddət əvvəl o da 1 manatdan baha idi. Yəni belə götürəndə bütün məhsulların qiyməti həm də bahadır. Həm keyfiyyət aşağı düşüb,
dad tam yoxdur, həm də qiymət bahadır. Zahid Oruc deyir ki, bütün bunlar gərək yeni qəbul olunacaq qanunda öz əksini tapsın. Tamamilə doğru deyil. Mən yəni dəstəkləyirəm hörmətli deputatı. Amma Zahid Oruc bir çox siyasətçilər kimi o da həqiqətin bir hissəsini deyir, böyük bir hissəsini deməkdən çəkinir, yayınır və yaxud nədənsə qorxur, ehtiyat edir, bilmirəm. Axı deputat, hörmətli deputatımız zəhmət çəkib desin görək, necə oldu ki bu ölkə bu vəziyyətə düşdü? Bunu kim elədi? Necə oldu ki bütün toxumçuluq təsərrüfatımız bərbad günə qaldı, zay oldu? Niyə bazarda normal toxumlar yoxdur? Niyə əvvəlki qarpızları, pomidorları, kartofları, Zahid bəyin dediyi, nə bilim, Ağçiçək, Gədəbəy kartofunu, Sabirabad qarpızını, zirə pomidorunu yetişdirən toxumlar artıq ortalıqda yoxdur. Bunları kim yığışdırdı ortalıqdan? Bu hansı siyasətin nəticəsi oldu? Yaxşı, bu dövlət hara baxırdı? Deyir ki, xaricdən gətirirlər hibrid toxumları, qımoğlu toxumları əkirlər, nə bilim, güya ki məhsul bolluğu yaransın, daşınma asanlaşsın, nə bilim, nə olsun, o olsun, o olsun, bu olsun. Amma bütün bunlara nəzarət eləmək lazımdır. Bu millətin təhlükəsizliyindən ötürü, milli genofondu qorumaqdan ötürü dövlət, hökumətimiz hansı işləri görməli idi və görmədi? Niyə bu işlər vaxtında görülmədi ki, bu vəziyyətə gəldik, çıxdıq? Bütün bunları araşdırmaq lazım. Bu deputat sadəcə problemi, bu problem var, o problem var deməklə kifayətlənməməlidir. Son zamanlar dəbə düşüb. Əksər deputatlar, xüsusilə də özünü müxalif adlandıran deputatlar xalq qazanmaq üçün hansısa problemləri səsləndirirlər. Amma bu problemlərin yaranma səbəblərini göstərmirlər. Bunların hamısının konkret səbəbləri var. Bu səbəblər bir çox hallarda hökumətin bərbad siyasətindən qaynaqlanır. Və özünü müxalif adlandıran deputatlar zəhmət çəkib bu səbəbləri də göstərməlidir. Bu səbəblər göstərilmədikcə bu problemlərin səsləndirilməsi boğazdan yuxarı xarakter daşıyacaq və müəyyən mənada populist mövqe olacaq. Çox sağ olun, diqqətinizə görə təşəkkür edirəm.